Salam əzizəm vətənlərim, hamınızı xoş gördük. Axşamınız xeyirli olsun. Məcburam mən bu videonu çəkməyə. Çünki mən haqqı görüb nahaq danışa bilmərəm. Məni yandırır bu. Yenə söhbətimiz Səidə Bəkir qızı haqqındadır. Gözəl jurnalistimiz, əzizimiz, hörmətli insan, haqqı deyən, düzü deyən insanımız haqqındadır, vətəndaşımız haqqındadır. Gəlin bugünkü gündə Səidə Bəkir qızının yanında olaq. Ona dəstək olaq. Az da olsa, cüzi bir olsa biz video çəkilişi ilə dəstəyimizi edək. Çünki onun bizim kimi insanlara ehtiyacı var. O çünki haqqı deyib, düzü deyib. Evi olmayanın evini düzəldib. Sünnəti olmayanın sünnətini edib. Nə bilim, toyu olmayanın toyunu edib. Haqqı deyib də, kişinin qızı haqqı deyib. Kişi olun, kişi olun. Ömrünüzdə bir dəfə olsun, kişi olun, haqqı deyib. Azərbaycanda tanınmış jurnalistlərdən Mir Şahin müəllim və digər Səidə Bəkir qızı kimi, digər 10-15 jurnalist tanıyıram. Bax, belə linç eləyirsiniz. Haqqı deyən insanlara imkan vermirsiniz, əzirsiniz. Linç eləyirsiniz. Bizim cəmiyyətimiz saf düşüncəli, təmiz düşüncəli gənclərin bax bu cür jurnalistlərə ehtiyacı var. Gəlin, haqqı deyək. Düzün yanında olaq. Qardaş, bu qədər mi çətindir? Səhvmi danışıram mən? Səhvmi danışıram? Bəzilərinə ayıb olsun. Vallahi ayıb olsun bəzilərinə. Kişi olun, ömrünüzdə bir dəfə haqqı deyin, kişi. Düzü deyin. Düzü demək bu qədər çətindirmi? Kimdən qorxursunuz? Düzü deyin də. Haqqı deyin də. Kəsəcəklər sizi, asacaqlar sizi. Haqqı deyin də. Vicdanınız olsun, əqidəniz olsun. Allah dövlətimi qorusun. Allah təmiz, dürüst insanları qorusun. Allah ölkəmizə sülh, əmin-amanlıq bəxş eləsin. Allah bir daha şəhidlərimizə rəhmət eləsin, qazilərimizə uzun ömürlər versin.